Diagnostika mərkəzindəyəm. Diagnostika mərkəzində arabanı mənə vermək üçün barmağımın üzüyünü aldılar. İndi də aparıram arabanı verməyə. Bir dəqiqə gözlüyün çəkəcəm indi. Gözlə, gözlə. Mən sizdən almışdım arabanı xanım. Hə. Ne vermiştir? Üzük vermişdim sizə, hə. O birisi arabada vermişəm, bəli. Aha. Hə. Yəqin ki, bu Sağ ol. video hər kəsin qarşısına çıxıb. Milli Onkologiya Mərkəzində onkoloji xəstəni diaqnostika mərkəzindən bir yerdən digər yerə daşımaq üçün əl arabasına ehtiyac olur. Və bu əl arabasını alarkən xəstə yiyəsindən hər hansısa bir əşyanı girov alırlar, qiymətli bir əşyanı. Burada da xanımdan barmağından qızıl üzüyünü girov alırlar. Düşünürəm ki, bu həm qanuni cəhətdən, həm insanlıq cəhətdən belə deyək, müsbət qiymət veriləcək bir şey deyil. Əgər əlil arabası kiminsə ehtiyacıdırsa, onu şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirmək də olar və onkoloji xəstələrin yeganə müalicə alacağı mərkəz ilə onkologiya mərkəzi olduğuna görə xəstələr onu oğurlayası da deyirlər. Sonra da deyirlər ki, xəstə onkoloji mərkəzdə özünü partlatdı, xəstə onkoloji mərkəzdə belə bir etiraz elədi. Bu günə qədər onkologiya mərkəzində kifayət qədər problemlər və sosial şikayətlər hər kəsin qarşısına çıxmışdı. Bu gün bu videonu görəndə çox hiddətli dərəcədə sarsıldım və istədim ki, bu videonu sizin də diqqətinizə çatdırım. Sizcə xəstənin, onkoloji bir xəstənin yiyəsindən o əlil arabasına görə alınan o qızıl üzük və yaxud da hər hansı bir qiymətli əşyanın girov alınması düzgündürmü?